Herkese salam. Bugün dünən dediyim kimi 36 və 37-ci səhifələrin izahını verəcəm. Gəlin başlayaq. Demək, burada gördüyünüz ifadə vurmanın paylama xassəsidir. Bugünkü izahımız vurmanın paylama xassəsi üzərindən olacaq. Gəlin birbaşa tapşırıqlarımıza keçək, onun üzərindən öyrənək. Deməli, 4x çıx 5 vur x çıx 2 bərabərdir. 4x olduğu kimi yazarıq. Baxın, burada mənfi 5'dir. Yəni, mötərizənin qarşısında mənfi var. Ona görə də burada da olacaq mənfi 5x. 5'i x-ə vurduq da. Burada mənfidirsə, bunun yanındakı mənfi işarəsi müsbət olacaq. Mənfini mənfiyə vuranda müsbət edir axı. Mənfi 5'i mənfi 2'yə vurarıq. Müsbət 10. Bərabərdir. 4x-dən 5x çıxanda mənfi 1 x plus 10. Davam edək digər misalımızla. 3 vur 4 çıx x çıx 5x bərabərdir. 3'ü vurarıq 4'ə. 3 4'ü neçə edir? 12. 12. Çıx 3'ü vurarıq x-a. 3x. Daha sonra çıx 5x. Bu 5x'i 3'ə daha vurmağa ehtiyac yoxdur. Çünki 3 mötərizəyə aiddir. Bərabərdir. 5x-dan 3x. Hər ikisi də mənfidir. 12 çıx neçə? 8x. Keçək digər misalımıza. 2 vur 2x çıx 5 çıx x çıx 3. Demək, 2'ni x-ə vurarıq 2x. 2'ni mənfi 5'ə vurarıq mənfi 10. Daha sonra görürsünüz, burada mənfi işarəsi varsa x-in də işarəsi mənfi olacaq. Çıx x. Mənfi ilə mənfi, baxın belə. Bu da olacaq müsbət 3. 2x-dan x-i çıxarıq. Neçə eləyər? X qalar. Mənfi 10'dan da çıxarıq 3'ü. Müsbət 3'ü. Nə qədər qalar? Mənfi 7. 2 çıx 7. Cavabımız belə. Mənfi 7 çıx x çıx 6 vur x çıx 1 bərabərdir. Mənfidirsə işarəsi dəyişəcək. Mənfi 7 olacaq. Mənfidirsə mənfinin işarəsi müsbət olacaq. Mənfi 6x olacaq. Mənfi ilə mənfi olursa müsbət 6 olacaq. 6 1'in 6 bərabərdir. Mənfi 7'dən yox, birinci x-ları yox, fərqi yoxdur. Mənfi 7 var burada. Bir də 6 var. Müsbət 6. Nə qədər edir? Mənfi 1. Mənfi 6x müsbət x. Nə qədər edir? Mənfi 5x. Bu da bizim cavabımız. 2 vur a çıx. Bir dəqiqə. 2 vur. Vur a çıx b çıx a plus b bərabərdir. 2a çıx 2b çıx a müsbətin işarəsi də dəyişəcək. Mənfi b bərabərdir. 2a'dan a'nı çıxaq. Nə qədər qalır? Tək a.
Daha sonra 2b-dən b hər ikisi mənfi olduğuna görə toplayırıq, amma mənfi işarəsi qalır. Cavab A çıx 3b. 5 dənəsinin izahını mən verdim. Qalan 3-ünün də izahını, həllini siz eləyərsiniz. Keçək digər tapşırığımıza. Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Gəlin birinci sadələşdirək. Əvvəla biz yazaq x-ımız neçədir? -4-dür. Yadımızda qalsın. -4. 3 vur x çıx 2 çıx 5x çıx 8. 3x çıx 3 üçün 6 çıx 5x müsbət 8 bərabərdir. 5x-imizdən 3x-imizi çıxarıq. -2x və üzərinə gələrik. 8-dən 6 çıxan neçə eləyir? 2. 2x -2x. Üstə gəl 2. İndi bizə deyir ki, x-imiz -4-dür. Gəlin bunu yuxarıdan yazaq. -2x-imiz -4 olduğuna görə bunu vururuq 2-yə. Yox, -4-ə vururuq. Üzr istəyirəm. -4-ə vururuq. X-imiz -4-dür axı. Üzərinə də gəlirik 2-ni. Bərabərdir. -2-ni -4-ə vuranda neçə eləyir? Müsbət 8. Üzərinə də gələk 2-ni. Bu da eləyəcək 10. 2 vur. Öncə yazaq A-mızı və B-mizi. A bərabərdir -2. B də bərabərdir 3-ə. Demək 2 vur A çıx 4B çıx 5 A çıx B bərabərdir. Sərgəsiz yazıram, amma siz hər halda başa düşürsünüz nə yazdığımı. Mötərizə içərisindədir bu. Deməli 2A çıxaq 2-ni 4-ə vuranda neçə eləyir? 8B çıxaq 5A mənfi ilə mənfi müsbət olduğuna görə işarəsi dəyişəcək. Müsbət B, yəni plus B bərabərdir. 5A-dan 2A-nı çıxarıq. -3A. İşte -8B-dən də müsbət B-ni çıxarıq. -7B. İndi bizə deyir ki, A -2-dir, B isə 3-dür. Gəlin bunu silək ki, qarışmasın. Cavabımız bu şəkildədir də, bu qalsın burada. -3-ü vurarıq -2-yə. Çıxarıq 7. B-miz neçə idi? Göstərib burada 3. Vurarıq 3-ə. Bərabərdir. -3-ü -2-yə vurarıq. Eləyər 6. 7-ni də 3-ə vurarıq. -7-ni 3-ə vurarıq. 21. Cavabımız eləyəcək -15. M-miz bərabər -6. M çıx 2D çıx 4M çıx 2D. M çıx 2D mənfi olduğuna görə -4M olacaq. Mənfidirsə bunun 2-nin qabağında o da müsbətə çevriləcək. Müsbət 2D. Hesablayaq. 4M-dən M-i çıxarıq. -3M. 2D ilə də -2D ilə müsbət 2D-dir. Getdi. Yerdə nə qaldı? Heç nə. 0. Deməli, -3M-imiz var. Və biz də bilirik ki, M-imiz -6-ya bərabərdir. -3 vuraq -6-ya. Bərabərdir neçə?
Mənfi 3-ü mənfi 6-ya vuranda müsbət 18. Demək cavabımız 18 imiş. Deyir ki, şəkildə verilənlərə görə düzbucaqlının perimetrini hesablamaq üçün ifadə yazın və onu sadələşdirin. Gəlin baxaq. Bizdən düzbucaqlımızın perimetrini istəyir. N bərabərdir 6 çıx A, uzunluq isə bərabərdir 2A plus 3. Biz perimetrini necə tapırıq? Bunları toplayırıq, vururuq 2-yə. Gəlin yazaq. 2 vur 6 çıx A plus 2A plus 3 bərabərdir. Gəlin ilk öncə bu içərini sadələşdirək. Yəni 6-nın üzərinə 3 gələk. Neçə eləyər? 2-ni vuraq yenə. 6-nın üzərinə 3 gələk neçə eləyir? 9. 2A-dan da A-nı çıxarıq. Nə qədər qalar? Çıx A. Yox, üzərinə gələk A. Bərabərdir. 2 9-un 18. 2-ni də A-ya vurarıq. 2A. Demək bizim perimetrimiz nə qədər oldu? 18 plus 2A və yaxud 2A plus 18 heç fərqi yoxdur yerlərin dəyişməsinin. Görək bizdən başqa nə istəyir? Deyir ki, düzbucaqlının perimetri 24 vahid olarsa, sahəsi nə qədərdir? Perimetri 24 vahid olarsa nə deməkdir? Biz indi tapdıq 18 plus 2A. Bunu bərabər eləyəcəyik 24-ə. Gəlin eləyək. 18 plus 2A bərabərdir 24-ə. Çünki deyir ki, perimetri 24 vahid olarsa. Gəlin 2A-nı burada ayrıca yazaq. Bərabərdir. 24-ü də olduğu kimi yazırıq. Bərabərin sağ tərəfindədir çünki onsuz da. İndi 24-dən də 18-i çıxırıq. 18-in işarəsi müsbətdir. Amma biz onu sağ tərəfə keçiririk. Soldan sağa keçiririk. Ona görə də çıxırıq 18-i. 2A bərabərdir. 24-dən 18 çıxanda neçə eləyir? 6. A-nı yazarıq. Bərabərdir. 6-nı 2-yə bölərik. Eləyər 3. Demək bizim cavabımız 3-dür. Yəni A 3-dür. Baxın. Bizdən sahəsini istəyir. A 3 olarsa, yadda saxlayaq. A 3-dür. Silək bunu. A-mızı yazaq bura 3. A 3-ə bərabərdir. İndi bizdən sahəsini istəyir. Sahəsini tapmaq üçün gəlin birinci enini və uzunluğunu tapaq. 6 çıx 3 yazarıq da. Çünki A-nı tapdıq ki 3-dür. Nə qədər elədi? 3. Yəni eni 3-dür. Daha sonra 2A plus 3. 2A plus 3 yazmarıq da. 2-ni vurarıq A-ya. Yəni 3-ə. A-mız 3-də axı. Üzərinə gələrik 3-ü. Nə qədər eləyir? 2 3-ün 6. 6-nın da üstünə 3 gələndə eləyir 9. Uzunluğu da 9-dur. Sahəsini necə tapırıq? Eni uzunluğa vururuq. Gəlin vuraq. 9 vur 3 bərabər 27. Deməli bizim sahəmiz 27 imiş. Deyir ki, alma şirəsi A manatdır. Nar şirəsi isə bunun 2 qatından B manat bahadır. Bu nə deməkdir? Alma şirəsini qeyd edək. Alma, al yazaq bilək də, uzun yazmayaq. A-ya bərabərdir. Narı isə bunun 2 qatından, yəni A-nın 2 qatı. 2 vur A. 2A yazaq. 2 qatından B manat çoxdur. Üzərinə də B gələrik. Nar şirəsi alma şirəsindən nə qədər bahadır? 2A plus B çıxaq A bərabərdir. 2A-dan A-nı çıxaq. Nə qədər eləyir? Tək A. Üzərinə də B gələrik. Deməli, nar şirəsi nə deyirdi bizə? Nar şirəsi alma şirəsindən nə qədər bahadır? A plus B manat bahadır. Keçək digər şərtimizə. Aynur 3 alma və 2 nar şirəsi aldı. Onun ödədiyi pula uyğun ifadə yazın. Yazaq. Aynur 3 alma deyir. 3 almadırsa 1 almamız nə qədərdir? A manatdır. 3-ü vurarıq A-ya. 3A və
2 nar şirəsi aldı deyir. 2 nar şirəsi aldısa 2-ni vurarıq 2A plus B-yə. Gəlin tapaq. 3A plus 2-ni 2-yə vurarıq. 2A'ya vurarıq. Yəni 4A plus 2B bərabərdir. 4A ilə 3A neçə eləyir? 7A plus 2B. Deməli, bizim onun ödədiyi pula uyğun ifadəmiz 7A plus 2B'dir. Daha sonra deyir ki, A bərabər 1,70 və B bərabər 0,30 olarsa, Aynur nə qədər pul ödədi? Gəlin tapaq. 7A plus 2B. Bunu bura yazaq. Digərini də silək. A'mız 1,70'dir. Yəni 7-ni vuraq. 1,70'ə. Üzərinə gələk. 2 vur. Nəyə? 0,30'a. Bərabərdir. 7-ni 1,70'ə vuranda 11,90 eləyər. Üzərinə gələk. 2-ni də 0,30'a vuranda 0,60 eləyər. 12,50. Deməli, nə qədər pul ödəyib? 12 manat 50 qəpik. Şəklin çərçivəsi eni 1,5 sm olan taxtadan hazırlandı. Samir ölçüləri 2 sm və 9 sm olan şəkli bu çərçivəyə saldı. Baxaq, çərçivəmiz budur. İndi nə deyir bizə? Deyir ki, eni 1,5 sm olan taxtadan hazırlandı. Şəklin çərçivəsi. Bu sarı gördüyünüz çərçivəsidir. Samir ölçüləri 2 və 9 sm olan şəkli bu çərçivəyə saldı. Çərçivənin sahəsini hesablamaq üçün ifadə yazın və sadələşdirin. Gəlin sahəsini hesablayaq. Baxın, burada kiçik kvadratlar yarada bilərik də. Nazirləşdirin bunu. Kiçik kvadratlar yaradaq burada. Bunların hər biri 1,5. 1,5 4 dənə kvadrat yarandı da, düzdür? Sahəsini hesablayanda da 1,5 onun kvadratını yazırıq. 1,5'in kvadratı nədir? 2,25 deməkdir. 1,5'i 1,5'ə vururuq da. Biz indi 4 dənə kvadrat almışıqsa 4 dənə kvadrat. Bunu vuraq 4'ə. Üzərinə gələk. Deməli, bu aralıqlar var ya burada, buranı. Burada 1,5 və x-dir. 2 dənə x-i hesablayırıq. Elə bir aşağı x-dirsə, yuxarıda x-dir. 1,5'i vururuq 2x-a. 2x. Üzərinə gəlirik. Eninin 9 var burada, görürsünüz. 9 santimetrdə hər iki tərəfdədir də 9, 9. 1,5 vur 2, 9'un 18. Bərabərdir. 1,5 kvadratı 2,25 deməkdir. 2,25'də 4'ə vuranda neçə eləyir? 9 eləyir. 9'un üzərinə gələk. 1,5'i vuraq 2x-a. Neçə eləyir? 3x. Bunu da üzərinə gələk. 1,5 vur 18. Bu da eləyir 27. Bərabərdir. 3x plus 27 ilə 9 neçə eləyir? 36. 3x plus 36 bunun sahəsidir. Bizdən sahəsini istəyir də. Sahəsidir. İndi deyir ki, çərçivənin sahəsi 81 cm kvadrat olarsa, şəklin uzunluğu neçə santimetrdir? Biz indi tapdıq 3x plus 36. Bunu 81'ə bərabər eləyəcəyik. Gəlin eləyək. 3x plus 36 bərabərdir 81. 3x bərabərdir 81. Çıxaq 36'nı, çünki bərabərin sağ tərəfinə keçir. 81'dən 36 çıxanda neçə eləyir?
3x bərabərdir 45. X da bərabərdir 45-i bölərik 3-ə. Neçə eləyir? 15. Demək bizim çərçivəmizin uzunluğu 15 sm imiş. Keçək 12-ci tapşırığımıza. Taksidə adi saatlarda gediş haqqı ilkin 1 manat və hər kilometrə görə 30 qəpik əlavə hesablanır. Qələbəlik saatlarında isə gediş haqqı ilkin 1 manat 50 qəpik və hər kilometrə görə 50 qəpik əlavə hesablanır. Qət edilən məsafə D kilometr olduqda qələbəlik saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından nə qədər çox olar? Gəlin birinci adini hesablayaq, sonra qələbəlik vaxtlarını hesablayaq. Demək, adini hesablayaq birinci. 1 yazaq. 1 manat üzərinə gələk. Biz nə qədər kilometr olduğunu bilmirik. Sadəcə bilirik ki, D-dir. D vur 0. 0,30 yazmamıza ehtiyac yoxdur. Axırdakı 0-ı yazmasaq da olar. Ona görə 0,3 yazaq. Bu da bərabərdir. Belə yazılacaq. 1 üstəgəl 0,3D. Demək, adi günlərdə gedilən yol bu qədərdir. 1 plus 0,3D. Gəlin qələbəliyi də tapaq. Uzatmadan yazaq bu səfər bunu. 1,5 yazaq elə. Üzərinə gələk. D-ni vuracaq 0,5-ə. Yəni 50 qəpiyə. 0,5D olacaq bu da. İndi isə biz bu tapdığı bu ifadələr 1 plus 0,3D və 1,5 plus 0,5D. 1,5 plus 0,5D'dən çıxacaq 1 plus 0,3D'ni. Bunu silək ki, daha rahat yaza bilək. 1,5 plus 0,5D çıx, mötərizədə yazırıq, çünki təsir eləyəcək. 1 plus 0,3D. Demək, 1,5 üstəgəl 0,5D çıx 1 çıx 0,3D. 1,5-dən 1 çıxanda 0,5 qalır. Üzərinə də gələk. 0,5D'dən 0,3D'ni çıxanda 0,2D qalır. Bizdən nə istəyirdi? Deyir ki, qələbəlik saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından nə qədər çoxdur? 0,5 üstəgəl 0,2D qədər çoxdur. Deməli, biz bu mövzumuzu tam şəkildə bitirmiş olduq. Gəlin keçək tənliklərə. Demək, tarazlıqda olan tərəziyə görə eyni şirə şüşələrinin kütləsini tapmaq üçün Anar, Lalə və Səbinə yazılmış tənliyi müxtəlif üsulla həll etdilər. Deməli, baxın, burada Anar nə edib? Hər birindən x-i çıxıb. Daha sonra hər birindən də 1-i çıxıb. Cavabı ala bilmək üçün burada 1 var axı. Hər birindən ona görə də 1-i çıxıb. Anarın elədiyi üsul sizin üçün biraz qarışıq ola bilər. Amma Lalənin elədiyi üsul ən rahat üsul. Mənə görə ən rahat üsuldur. Çünki elə bir hədləri bərabərləşdirir. Baxın, 2x bərabərdir x plus 2 çıx 1. Daha sonra 2x bərabər edib x plus 1-ə. 2-dən 1-i çıxıb da. Daha sonra isə 2x-i bərabər edib x plus 2x-dan x-i çıxıb. Baxın, buradakı x-i bərabərin sağ tərəfindəki x-i sol tərəfinə keçirərək işarəsində dəyişib, mənfi edib. 2x-dan x çıxıb. Bərabər 1 edib. X bərabər 1. İndi tənlik qurmaqla daha rahat başa düşəcəksiniz. Ekvivalent tənliklər də nədir? Baxın, kökləri eyni olan tənliklərə deyilir. Həmçinin tənliklərdə bərabərliyin sağ və sol tərəflərinin yeri dəyişəndə də əvvəlki tənliyə ekvivalent tənlik alınır.
Gəlin birbaşa tapşırıqlara keçək. Verilmiş ədədin tənliklərinin kökü olub olmadığını yoxlamaqla ekvivalent tənlikləri müəyyən edin. Baxaq. X bərabərdir -4-dür. Gəlin yazaq. X plus 6 bərabər 2. X-in yerinə -4 qoyaq. -4 üstə gəl 6 bərabər həqiqətən də 2 edir. 6-dan 4-ü çıxarıq 2. Keçək digərinə. 6 bərabərdir 2 plus x. X-imiz nədir? -4-dür. Gəlin yazaq. 6 bərabərdir 2 plus -4. 6 da bərabərdir -4 plus 2. Yəni çıxırıq 2-ni. -2. Görürsünüz, eyni olmadı. Deməli, bərabər deyil bunların kökləri. 2x plus 6 bərabərdir 2 plus x. Baxaq. X-in yerinə -4 qoyaq. 2 vur -4 plus 6 bərabərdir 2 plus -4. 2 vuraq -4-ə. -8 plus 6 bərabər neçə? -2. Gəlin bu hissəni hesablayaq. 2 plus -4. Yəni -4-dən 2-ni çıxaq. Nə qədər eləyir? -2. Deməli, hər ikisinin də kökü 2 imiş. Bunlar ekvivalentdir. Keçək B variantına. 4 çıx x bərabər 7. Bizə deyir ki, x 3-dür. 4 çıx -3 bərabərdir. Bunun qarşısında, mötərizənin qarşısında mənfi varsa, -3 müsbət olacaq. Yəni 4 üzərinə gəl 3 olacaq. Bərabər 7. Gördünüz, eyniymiş. Demək ki, ekvivalentdir. Keçək digərinə. 7 plus x bərabər 4. 7 plus -3 bərabərdir. Həqiqətən də 7-dən 3-ü çıxarıq, eləyər 4. Bu da bərabər oldu. 6 çıx 3x bərabərdir 3 çıx 4x. 6-dan çıxarıq -3 vur -3-ə bərabərdir 3 çıx 4 vur -3-ə. 6 plus 9, çünki bu mənfidirsə, mənfini mənfiyə vurduq. Elədi müsbət. Bərabərdir 3 plus 4 üçün neçə edir? 12. 6 ilə 9 neçə edir? 15. Bu da bərabərdir 3 ilə 12 də 15. Kökləri eyni olduğuna görə bunlar da ekvivalentdir. Keçək ikinci tapşırığımıza. Boş xanaya elə ədəd tapın ki, tənliklər ekvivalent olsun. Baxaq. Gəlin elə birincisində A variantındakı x-i tapaq. X-in üzərinə 7 gəlib eləyib 4. Necə olar bu? Bu hər halda -3 olar ki, üzərinə 7 gələndə eləsin 4. Düzdür? İndi biz də digər tərəfdə, yəni burada x-in yerinə qoyaq. X-in yerinə qoyaq -3. -3 üzərinə 9 nə qədər eləyər? 6. Deməli, kvadratın içərisində 6 olacaq. B variantında 4x bərabərdir -8. X neçə olmalıdır ki, -8 cavab alsın? Yəni 4-ü nəyə vuranda -8 eləyər? -2-yə vuranda. 4 vur -2 bərabər -8-ə. 8x bərabərdir nə qədər eləyər? X-imizi nə tapdıq? -2 tapdıq da. 8-i də vurarıq -2-yə eləyər -16. Burada da -16 olmalıymış. X çıx 4 bərabər 3. X-in yerində nə olmalıdır ki, cavab müsbət 3 alınsın? 7 olsa əgər
7 çıx 4 bərabər 3 olar. X-imiz 7-dirsə, 7-nin üzərinə 1 gələk, bərabər 8. Burada da 8 alındı. Daha sonra 2x plus 1 bərabərdir 11. 2x-imiz nə olmalıdır ki 11 olsun? 2-ni nəyə vuraq? 2-ni 5-ə vursaq 10 eləyər. 10 üzərinə də 1 gələndə 11 eləyir. Deməli x-imiz 5 imiş. 3x-in də yerinə 3-ü də vuraq 5-ə, eləsin 15. Yəni burada 15 olacaq. 3x plus 2 bərabərdir -1. Əgər x-imiz -1 olarsa, baxaq hələ 3 vur -1 plus 2 neçə eləyər? 3-ü -1-ə vuranda -3 eləyir də. -3 plus 2. Gördünüzmü? Cavab oldu -1. Deməli bizim x-imiz -1 imiş. -1-dirsə, burada x-in yerinə də -1 plus 1 qoysaq, cavab olacaq 0. 2x plus 2 bərabərdir 2-yə. Neydən 2 çıxsaq 2 eləyər? 4-dən. 2-ni onda vuraq 4-ə. Daha doğrusu 2-yə. X-imiz yəni 2 olsun. Üzərinə 2 gələk. 2, 2-nin 4, 4-dən... Yox, üzürlü sayın. Burada çıxma deyil, üstə gəlmədi. Əgər x-in yerinə 0 qoysaq, neçə eləyər? 2-ni vursaq 0-a. Üstlərinə 2 gəlsə əgər. 2-ni 0-a vuranda 0 eləyər. 0-ın üstünə 2 gələndə də 2 eləyir. Deməli bizim x-imiz 0 imiş. 9-u da vurarıq 0-a, cavab eləyər 0. Digərində də 0 tapmışdıq. Bu günlük dərsimiz bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Gələn dərslərdə görüşənədək.